Aplatit və zaplatit sual yaranır. Harda mən aplatit deyəcəm, harda mən zaplatit deyəcəm. Bu birləşməyə fikir verin, əzizlərim. Deməli, aplatit что, yəni ödəmək nəyi? Məsəl üçün, aplatit счет. Ən çox da bu restoranlarda istifadə olunur. Zaplatit isə üstəgəl za что, nəyə görə? Yəni mən nəyə görə ödəniş edirəm? Məsələn, zaplatit za gaz, zaplatit za свет. Yəni ödəniş edirəm qaza görə, ödəniş edirəm yəni işığa görə və s. Bunları unutmayın. Bu konstruksiyanı yadınızda saxlayın. Əzizlərim, gördüyünüz kimi çoxdan məni izləyirsinizsə artıq görmüsünüz ki, nə öyrədim, hər yerdə çox sadə cümlələrdən istifadə edirəm. Niyə? Çünki zaten həyatımız çətindir. Çətinləşə də gedir. Niyə adi cümlələrdə belə qeyri-adi cümlələrdən istifadə edəsiniz ki? Sadə cümlələri öyrənərək siz də B1, B2 səviyyəsində, yəni 65-70% rus dilində rahat danışa bilərsiniz. Harda olursunuz olun, kimlə ünsiyyət edirsiniz edin. Qarşınızdakı insanın rus dilidirsə, siz də rahat ondan ünsiyyət edə biləcəksiniz. Bu mümkündür. Dünyanın harasında izləyirsiniz, izləyin. Video qarşınıza çıxıbsa boşuna deyil. Bu şansınızdan istifadə edin. İlk öncə aşağıdakı məlumatı sona kimi oxuyun.